Bizim qrupumuza həmişə dəstək olan gözəl bir xanımımız, Sevinç xanım İntiqam qızı məclisimizdə iştirak edir. Xanım sözü ilə müəllimə sözündən qabaqdır. Bugün kendimizin elə bir sevinçli günüdür ki, yani hər birinizin sözünüzə ehtiyacımız var. Deyir, bastığın yerlərə torpaq deyərək keçmə, tanı. Düşün altında kəfənsiz yatanları. Salamlayıram hər birinizi, xoş gördüm. Əziz elim obam, yüzilliklərlə qoynu düşmən tapdağı altında qalan, müharibə görən, əsrlərlə dövrün, əsrin, zamanın çətinliklərindən, sınağından çıxan qoca qacarımızın, elimizin, obamızın bütün sakinlərini salamlayıram. Müşfiq bəyə təşəkkür edirəm, çox sağ olsun. Aylardır, günlərdir, müharibədən bu yana, hətta müharibə dövründə belə bizi gənc nəsli, burada doğulan, amma burada böyüməyən, burada doğulmaq qismət olmayan insanların hamısına Qacarı elə düşmən tapdağı altında da göstərən, tanıdan elimizin, obamızın iki doğuludur. Təşəkkür edirəm buradan ona. Alqışlarınızı istəyirəm. Bugün mən düşünürəm ki, Qacarın zəfər bayramıdır. Qacar elinin, Qacar obasının qurtuluş bayramıdır, müstəqillik bayramıdır. Bir qərinə keçibdir üzərindən. Biz bir qərinə sonra bu vətənə, bu torpağa addım atmışıq. Mənə elə gəlir ki, bu həm bizim zəfər bayramımızdır, həm də sevinç gözyaşlarımızdır. Mən buradan çıxanda çox uşaq olmağıma baxmayaraq, valideynlərimin Qacar sevgisi ilə böyümüşəm, böyüdülmüşəm. Eləcə də vətənimə bağlı sevgi ilə dolu böyüdülmüşəm. Və bir qərinə il sonra gəlib Qacarı görmək qismət olubdur. Burada keçən qanlı davalı döyüşlərin hamınız şahidisiniz. İstər 1-ci Qarabağ müharibəsində, istər vətən müharibəsində. O tay dediyiniz yoldan tankla, tüfənglə, belində silahı ilə, tankın belində oxuyaraq, oynayaraq, buranın qurtuluşunu qeyd edərək bu vətənə addım atan bütün oğulların qarşısında baş əyirəm. Onların böyük əksəriyyəti heç bu Qacarı görməyiblər. Qacarın adını da belə bilmədən döyüşüblər. Amma bu torpaqda addım attığımız hər yer, ayağımızın altında qalan hər qarış torpaqda onların qanı var. Və əvvəla özüm başda olmaqla burada iştirak edən bütün gənc analardan xahiş edirəm ki, məhz tapdağımız altında qalan torpağın addım atarkən ayağımızın altında cücərən, yaşıllaşan bu torpağın hər qarışında yatan oğul ruhunu unutmayın. Vətənə, millətə, elimizə, obamıza bələd, tariximizi bilən, keçmişimizi unutmayan, eyni zamanda bu 33 ildə yaşadığımız çətinlikləri, köçkünlük həyatımızı, vətən həsrətimizi unutmadan yeni nəsli böyüdək, onlara vətən sevgisini aşılayaq. Eləcə də elimizin, obamızın bundan sonra doğulan gəncləri, bundan sonra doğulan övladları da vətən sevgisi ilə böyüsün. Mənə elə gəlir ki, biz bütün Qacarlılar olaraq bu torpağın hər qarışına, burada döyüşən igidlərin, oğulların, istər 1-ci Qarabağ müharibəsində, istər də sonuncu Qarabağ müharibəsində, burada döyüşən bütün oğulların həm ruhunun, həm qanının qarşısında borcluyuq ki, vətənimizi, elimizi gözümüzün bəbəyi kimi qoruyaq. Buranı tanıdaq, tarixinə bələd olaq, öyrənək, öyrədək və təbii ki, tanıdaq. Bir Azərbaycanlı xanımı kimi burada iştirak edən böyüklərdən, böyüklərimiz olan müəllimlərdən üzr istəyərək mikrofonu mənə təqdim etdiyinizə görə çox təşəkkürümü bildirirəm. Minnətdaram sizə gəldiyiniz üçün, burada iştirak edən 800-ə yaxın lilərimin hər birinə və düşünürəm ki, onu da demədən keçməyim. Bugün sadəcə bizim burada 30 ildən sonraki tədbirimiz deyil. Burada məzun ola bilməyən uşaqların məzun günüdür. Toyu burada olmayan gənclərimizin toy günüdür. Qucağına övlad ala bilməyən vaxtında, bu torpaqda, böyüyüb boya başa çatıb qucağına övlad ala bilməyən uşaqların, o zamanın uşaqlarının ana, ata olduğu günlərinin sevincinin yaşandığı gündür. Gününüz mübarək olsun.
hamınız bu günü əzəmətli bir şəkildə qeyd edin, sevinclə, sevgi ilə qeyd edin və xahiş edirəm, bu vətəni unutmayın, qədrini, qiymətini bilin. Torpağımıza bundan sonra daha çox sahib çıxaq, göz bəbəyimiz kimi qoruyaq və gələcək nəsillərə də layiqli bir şəkildə çatdıraq. Təşəkkür edirəm hər birinizə.